uşaqlığın sonu və gəncliyin əvvəlinə qədər olan bir keçid mərhələsidir. Və bu dövrdə artıq psixoloji, emosional, hormonların və ən əsası fiziki inkişafın çox sürətlə getdiyi bir dönəmdir. Bunların əsasən də hormonların inkişafı ilə bağlı emosiyalar, psixoloji durum artıq sürətlə dəyişməyə başlayır. Yəni yeniyetmənin artıq özünü kəşf etdiyi, mənliyini kəşf etdiyi, kimliyini kəşf etdiyi, müstəqillik istədiyi, risklər aldığı bir dönəm başlayır. Yeniyetməliyin özü də belə deyim 3 mərhələdən ibarətdir. Ona görə də artıq psixoloji durum bu mərhələlərdə daha artmağa başlayır. Yəni erkən yeniyetməlik, orta yeniyetməlik və gec yeniyetməlik. Bu dönəm toplam 10, 13, 13, 16 və 16-18 yaşları əhatə etmiş olur. 10-13 sizin dediyiniz ilkin yeniyetməlik dönəmlərini əhatə edən bir vaxtdır. Bu dövrdə məsələn mən də biraz belə xatırlayıram və yaxud da görürük də indi ətrafımızda yeniyetmələri. Bir tərəfdən uşaq qalmaq istəyi, digər tərəfdən tez bir müddətə müstəqillik eşqinə biz alışıb yanırıq, elə bir ki dünyanı ay belə tərsinə çevirərik, elə edərik. Tez inciməklər olur, ruh halı tez-tez dəyişir. Ümumiyyətlə ümumiləşdirsək bu yeniyetməlik dövrünün əsas xüsusiyyətlərini, psixoloji dəyişiklikləri hansılardır? Əsas xüsusiyyətləri dedikdə sizin vurğuladığınız kimi, yəni artıq riskə meyllilik, birinci deyim sürətli fiziki quruluşdan başlayaq. Hədsiz dərəcədə fiziki quruluşu sürətli inkişaf edir. Yəni 8 yaşında gördüyüm bir pasiyenti artıq 2 il sonra, 3 il sonra, 11 yaşında tanınmayacaq qədər ola bilər, tanınmaz dərəcədə dəyişir. Hormonların sürətli inkişafı ilə bağlı riskə meyllilik yaranır. Artıq ailəni qəbul etməmə, ailəyə qarşı çıxma, bir cahil cəsarəti gəlir adama. Bəli, dostlara meyllilik yaranır. Ailə ilə problemlər yaranır, özündən çıxmalar, əsəbilik, aqressiya, sosial münasibətlərdə problemlər və ya aşırı tez sürətli irəliləmələr yaranır. Bu da təbii olaraq onların hormonlarının inkişafı ilə bağlıdır. Bu dəyişikliklər dediniz Aytəkin xanım, nə vaxta qədər davam edir? Məsələn, indi kimində bu ola bilər ki, siz demiş 10 yaşından start götürsün, kimində 13, kimində 16. Yəni o dayanacağı son nöqtəsi 18 yaşdırmı, yoxsa gedir hələ üzü yuxarı biraz da? Çox zaman yəni təcrübəmizə əsasən 18 yaşdır, 18 bəli. yaş. Hətta daha erkən bitirənlər var bunu. Amma ailə mühitindən asılı olaraq, onun uşağın xarakter tipindən asılı olaraq və sosial mühitindən asılı olaraq bəzən hətta gənclik dönəmini aşıb keçmiş olur. Yəni digər dönəmlərdə, digər yaşlarda da problemlərlə rastlaşırıq. Maraqlıdır ki, sonra nə olur ki, insan deyir qayıdır özünü, o belə deyim də, tez incimək olsun, tez küsmək olsun, ailədən uzaqlaşmaq olsun, o dediyim cahil cəsarət olsun. Məsələn, mən geriyə baxanda, bəzi hadisələrə baxanda deyirəm ki, çox cahil cəsarətli bəzi. Məsələn, mən onu indiki yaş, 35 yaşındakı Qumru onu eləməzdi. Nə oldu ki, mən bu düşüncəyə gəldim ki, onu bir daha eləmərəm? Yəni, necə risk etmişəm onlara? Baxın, bunu sizə biraz tibbi və ya psixoloji izahını verim ki, yeniyetmələrdə qərar vermə, beynin qərar vermə nahiyəsi var ki, o çox da inkişaf etmir. Amma qərar vermə istəyi başlayır hormonlarla bağlı olaraq. Bu qərar vermə... Bir növ ağıldan irəli gəlmir bizim verdiyimiz qərar. Yəni, qərar vermə nahiyəsi beynin alın payında yerləşir və arxa hissədədir qismən. Beynin alın nahiyəsinin arxa hissəsində yerləşir və bu məntiqlik, qərar vermə qabiliyyəti, planları qurma, ya nəzarət edir. Yəni, özündə onları formalaşdırır. Yeniyetmədə düşünün, bu inkişaf etməyib, amma yeniyetmə istəyir ki, hər şey idarə etsin, hər şeyin qərarını özü versin, müstəqil olsun. Ona görə də bir çox səhvlərə yol açmış olur. Bəs bu psixoloji xüsusiyyətlər deyək, dəyişikliklər deyək, biz ümumi davranışlardan danışdıq. Gündəlik hərəkətlərdə, gündəlik davranışlara da təsir edirmi onun yeniyetmənin? Bəli, çox təsir edir və özlərini idarə etmədə, ailədən şikayət, ailə haqqında olan məlumatları hər yerdə danışma, dostların verdiyi qərarları tətbiq etmə, sevgi münasibətlərinə erkən başlama və səhv münasibətlərə başlama, həmçinin qızların və oğlanların fərq etmir. Bir çox fəsadlarla artıq üzləşmiş oluruq.
Bu dönəmdə həmişə deyirlər ki, ümumiyyətlə, yəni hər zaman deyirlər ki, uşaqlarla münasibətdə indi müəllimlərdir, dostlardır öz yerində, amma ailənin də xüsusi diqqət etməli olduğu məqamlar var. Xüsusən də yeniyetməlik dövründə bəzən məsələn biz indi özümüz də düşünəndə, görəndə fərqinə varıq ki, əslində valideynlər yaxşı niyyətlə yanaşır. Ən çox da bunu özümüz valideyn olduqdan sonra başa düşürük ki, yəni bir valideyn normal, adekvat, övladını sevən, vicdanlı valideyndən söhbət gedir əlbəttə ki, pis niyyətlə yanaşa bilməz. Amma nəticə gözləndiyi kimi olmur, təəssüf ki. Görünməz, amma tez-tez təkrarlanan səhvlər bu münasibəti biraz yaralayır. Yəni, nədir bu yeniyetmələ ünsiyyətdə edilən səhvlər? Ən birinci səhv valideynlərdə görürəm tənqid və təhqir etmə. Yəni, onunla ünsiyyət qurarkən onu daim tənqid, heç zaman, məsələn, baxıram bəzi valideynlərdən söhbət gedir təbii ki, ona xoş sözünü bildirmir, onun xoş hərəkətində onu tərifləmir, öz güvən vermir. Amma mənfi hərəkəti həmən valideynin gözünə batmış olur və tənqid edir, təhqir edir və ya kimləsə müqayisə edir. Sanki ümumiyyətlə millət olaraq bizdə tərifləmək yoxdur da, yəni ki, deyirik məsələn filan kəsi tərifləyir, sonra qudurar birdən. Böyle kobud bir ifadə də işlədirik. Birdən də yəni ki, çox özgüvəni yaranar, sonra əksinə daha da pisləşər. Nəsə çox qıymırıq biz bir-birimizə tərifi. Belə deyim sizə, amma ki, son dönəmlərdəki bu yeni gənc valideynlər var ki, artıq onlar diqqət edirlər. Hətta gəlib psixoloqlardan valideyn seansları götürürlər və övladları ilə davranışlarını buna diqqət etməyə başlayırlar. Necə yanaşaq uşaqlarımıza? Bəli, artıq diqqət etməyə başlayıblar və onların yanında problemlərin açılması, problemlərin onlara yansıması, ailə tiplərində, yəni ailə başçılarının xarakter tiplərində fərqliliklərin olması, onların sərhədlərinə anlayış göstərməmək, adi məsələn deyim, otağının qapısını döymədən içəri daxil olmaq və həmən bir söz soruşmaq. Yəni, deyəndirəm, mənim evimdə özüm bilərəm. Bəli, yeniyetmənin ən çox mənə şikayət etdiyi, məsələn, oğlandır, mənə şikayət edir ki, anam otağımı döymədən içəri daxil oldu həmən və bu məni çox narahat edir. Zəhmət olmasa mənim adımdan bildirin. Bu mənim sərhəddimə manedir. Qəbul edirmi rahatlıqla valideynlər bu fikirləri? Siz seanslardan bilirsiniz də, yəni təcrübənizə əsasən. Bəziləri... Olsa sizə də etiraz edənlər olur hətta. Bəli, olur. Bəziləri qəbul edir, bəziləri qəbul etmir. Hətta bəziləri yalandan əməl edəcəm deyib əməl etmir. Bəziləri doğrudan da çox gözəl nəticə çıxardır. Çox təşəkkür edirəm Aytəki xanım. Yeniyetmələrlə dil tapmaq doğrudan da bəzən şifrəli bir kilidi açmağa bənzəyir. Əgər sizin də evdə o şifrələr dəyişibsə, övladınızla ünsiyyətdə siqnal zəifləyibsə, gəlin əlaqəni yenidən birlikdə bərpa edək dostlar. 055 93 490 93 Sağlam Radionun WhatsApp xəttidir və mesajlarınızı göndərə bilərsiniz. Sağlam şəhər rubrikamız var. Birlikdə dinləyə, ardınca isə xəbərlər olacaq. Diqqətiniz bizdə olsun. Sağlam Radyo. Sağlam həyat tərzi təkcə düzgün qidalanma deyil, təmiz hava, yaşıllıqlar, rahat piyada yolları və təhlükəsiz şəhər mühiti də sağlamlığımızın vacib hissəsidir. 2026-cı il şəhərsalma və memarlıq ili. Səhiyyə Nazirliyi çağırış edir. Sağlam şəhər, sağlam həyat. Sağlam Radyoda sağlam xəbər. Vərəm xəstəliyi zamanı düzgün qidalanma müalicənin vacib hissəsi hesab olunur. Səhiyyə Nazirliyinin Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktoru İradə Axundovanın dediyinə görə, bu xəstəlik orqanizmdə enerji sərfini artırır, iştahanı azaldır və arıqlamaya səbəb olur. Onun sözlərinə görə vərəm xəstələrinin gündəlik qida rasionu adi insanlara nisbətən 10-20% daha kalorili olmalı, zülal, vitamin və maye qəbulu isə xüsusi nəzarətdə saxlanmalıdır. Bəzi qidaların birlikdə qəbulu həzmə və maddələrin sorulmasına mənfi təsir göstərə bilər. Mütəxəssislərin dediyinə görə, qırmızı ətlə birlikdə güclü çay və ya qəhvə qəbul etmək dəmirin mənimsənilməsini azaldır. Süd məhsulları da dəmirlə zəngin qidaların təsirini zəiflədə bilər. Onların fikrincə, meyvəni əsas yeməkdən dərhal sonra yemək fermentasiya, şişkinlik və narahatlıq yarada bilər. Bu səbəbdən qidaların uyğun kombinasiyası vacib sayılır.
Həzm sisteminin sağlamlığı üçün bəzi qidalar xüsusi əhəmiyyət daşıyır. Mütəxəssislərin fikrincə, düyü, zəfəran, günəbaxan tumu, sarımsaq, banan və reyhan həzm sisteminə müsbət təsir göstərir. Bildirilir ki, bu qidalar bağırsaq fəaliyyətini tənzimləyir, faydalı bakteriyaları dəstəkləyir və şişkinlik, qəbzlik kimi problemlərin azalmasına kömək edir. Eyni zamanda onların tərkibindəki vitamin və antioksidantlar ümumi sağlamlığa da töhfə verir. Sağlam səhər, sağlamlığa aparan yol xəritəniz. Sağlam səhər. Sağlam səhər. Sizin sağlam seçiminiz. Sponsor Başa Sığorta. 93 FM-də dostlar və yeniyetməlik dövrünün gətirdiyi bir təlatümlər var, bir çətinliklər var. Bunlarla da bağlı valideynlərin sualları var, onları narahat edən məqamlar var. Biz bu sualların hər birini efirdə səsləndirik. Qonağımız psixoloq Aytəkin Xan Hüseynli isə sizin suallarınızın hər birinə həm belə deyim, elmi tərəfdən, həm psixoloji tərəfdən həllini deyəcək, yanaşmasını bizimlə bölüşəcək. Odur ki, siz də bizə qoşula bilərsiniz. Amma təlatümlər deyəndə sadəcə yeniyetmələrin həyatında təlatüm olmur. Gündəlik həyatımızda bizi də narahat edən, bizi də təlatümə salan məlumatlar, xəbərlər olur. Bəzən xəbərlərə baxanda deyirik ki, bizdən uzaq olsun, amma reallıq odur ki, belə hallar hər an baş verə bilər. Təkcə son 11 qeyri-iş gün ərzində 380 yanğın hadisəsi baş verib, 5 yol nəqliyyat hadisəsi və 3 partlayış faktı qeydə alınıb. Üstəlik torpaq sürüşməsi, yüzlərlə su basma halları və bu hadisələrdə xəsarət alanlar da, həyatını itirənlər də var. İnsan hər zaman düşünür ki, mənim başıma gəlməz, amma əslində əsas məsələ buna hazır olmaqdır. Məsələn, evini sığortalayırsan, heç olmasa içində rahat olursan ki, nəsə olsa tək qalmayacaqsan. Maşın üçün də eyni, yol qəzaları da gözlənilməz olur axı dostlar. Hətta indi parkinqdə dayananda belə bəzi risklər var. Su basma ola bilər, torpaq sürüşməsi və digər hallar. Bu rəqəmlər isə bizə sadəcə və sadəcə bir şeyi xatırladır ki, hadisə baş vermədən öncə ehtiyatı əldən verməyək. Evimizi yanğından, avtomobilimizi qəzadan sığortalamaq bizim üçün artıq bir ehtiyacdır. Gəlin bu riskləri Paşa Sığorta ilə bölüşək dostlar. 93 FM-də Sağlam Səhər davam edir. 055 93 490 93 isə bizim WhatsApp nömrəmizdir. Siz də suallarınızı yazıb bizim WhatsApp nömrəmizə göndərə bilərsiniz. Aytəkin xanım, biz bayaq valideynlərin uşaqlara yanaşmasından danışdıq. Bəs doğru ünsiyyət qurmaq necə olmalıdır əslində? Ola bilər ki, həqiqətən deyir, hər kəs həyatında, yəni ilk dəfə ana olur, ilk dəfə valideyn olur. Çox normaldır ki, bilməyə bilər. Yəni tam olaraq indi hər şey o qayda, qanuna, müəyyən bir faktlara əsaslanmır. Ünsiyyət qurmağın əsas prinsipləri hansılardır yeniyetmələrlə? Birinci valideyn övladına güvən verməlidir. Yəni güvən dedikdə anlamalıdır ki, valideynlə ünsiyyət zamanı övlad ona güvənir. Sözünü hər zaman deyə bilir, çünki ana onu və ya ata onu qınamayacaq, danlamayacaq və ona düzgün yol göstərəcək və onun dediklərini həmən gedib bir valideyn digər valideynə xəbərləyib evdə problem yaratmayacaq. İkinci, onun sərhədlərinə hörmətdir. Üçüncü, danlamadan, tənqid etmədən düzgün şəkildə yol göstərməkdir. Və ümumiyyətlə, məsələn, misal göstərim, valideynlər buna çox böyük, burada səhvə yol verirlər. Övladlarını tənqid edərkən onların şəxsiyyətini tənqid edirlər. Əslində burada davranış tənqid olunmalıdır. Hətta bəlkə incə detal olur, təhqirə belə keçə bilirlər. Bəli. İncə bir çizgini. Bəli. Məsələn, sən çox məsuliyyətsizsən sözünü istifadə edirlər. Amma bunun yerinə sən bu işi belə etməsəydin bu problem yaranmazdı deyə bilərlər. Məsuliyyətsizsən demək belə özü bir damğadır. Bəli. Yəni artıq beləsən. Bəli. Və inanın onu özlərinə çox böyük dərd edirlər və bizə hər dəfə vurğulayırlar ki, sizcə mən məsuliyyətsizəm. Uşaqlar, yəni yeniyetmə seansda bunu vurğulayır. Məndə siz məsuliyyətsizlik görürsünüz və bu nəyə gətirir, çıxardır? Özünə inamsızlığa, özgüvənsizliyə, özünə qapanmağa, sosial münasibətlərdə yaranan problemlərə. Və onsuz da eləyəm deyə bütün hər şeydə daha olmayan əvvəl olması da indi daha məsuliyyətsiz yanaşmaq. Səs tonlarına diqqət etməlidirlər. Doğrudan da çox yüksək səs tonu ilə danışan valideynlər var, cəza verən valideynlər var. Cəza üsulundan qaçınmalıdırlar.
Yəni sənə bunu qadağa qoyacağam, telefonu əlindən alacağam, artıq məktəbə getməyəcəksən, universitetə hazırlaşmayacaqsan. Bu kimi fəsadlarla, inanın onların fəsadlarını yenidən biz yaşayırıq. Məsələn, bir gənc qız var idi məndə, universitetə hazırlaşmayacaqsan valideyn bildirmişdi. Ondan ötürü biz 3 ay o qızımızla işləmiş olduq. Yəni bir o cümləyə görə. Halbuki valideyn onu sadəcə mən cəza üsulu kimi demişdim. Bu nə qədər onda daxili bir yara buraxıb. Hətta deyərdim ki, saçlarını yolub ənsə pay nahiyəsində bir kiçik bir keçəl bir hissə yaratmışdı o sözə görə. Mən çox ümid edirəm ki, bu gün bizi ən çox da həqiqətən yeniyetmə övladı olan valideynlər dinləyir. Suallarınızı anonim olaraq da biz efirdən səsləndirə bilərik dostlar. Bizim əlaqə nömrəmiz 055 93 490 93-dür. Narahat edən məqamlar varsa, hətta yeniyetmələr də müraciət edə bilərlər. Ümumiyyətlə fərq etməz. Hər bir yaş kateqoriyasından dinləyicimizə açıqdır bizim qaynar xəttimiz, WhatsApp nömrəmiz daha doğrusu. Yazın siz də suallarınızı göndərin. Aytəkin xanım dediniz ki, məsələn həmin valideyn övladına universitetə hazırlaşmayacaqsan. Bu bir növdə qadağaların belə deyim başlanğıcını qoyur. Sərt qadağalar, ümumiyyətlə qadağan olunan hər şeyə adi uşağa belə deyəndə ki, əlini ora vurma, avtomatik ora gedir. Ümumiyyətlə insanın xisləti budur. Əgər açıqlanmırsa onun səbəbi, eləmə deyəndə insan onu acığı eləmək istəyir. Və bu sərt qadağalar yeniyetmələrin davranışlarına necə təsir edir? Yəni onlara olunan sərt qadağalar. Birinci deyim sizə izah olunmayan qadağalar, yəni sərt qadağalar və açıqlaması olunmayıbsa, niyə bunu etmək lazım deyilməyibsə, əsəbilik, aqressivlik verir, özünə xəsarət verir. Özündən çıxmalar, gəlir sonra valideyn bizə bildirir ki, olarmı paraleldə dərman müalicəsinə başlayaq, psixiatra, nevroloqa müraciət edək, sizinlə bərabər həm də seanslara gəlmiş olsun. Baxıram, səbəb sərt qadağaların olmasıdır. Bu da ailə tiplərindən asılıdır. Avtoritar ailə, ümumiyyətlə 4 ailə tipi var. Biri sərt qadağaları qoyan ailə tipləri, avtoritar ailə tipləridir. Sərt qadağalar qoyur və bildirir ki, buna əməl etməlisən. Əks halda səni övladlıqdan siləcəm, səni bundan məhrum edəcəm. Şərtli sevgi də bir növ elə bəlkə verir. Yəni sən əgər bu dünyaya mən səni gətirmişəmsə, sən mənim dediyim hər bir sözə əməl etməlisən. Bunu ona şuuraltı ötürmüş olurlar və baxıram ki, uşaqlarda da bu yeniyetmələrdə də böyük fəsadlar yaratmış olur. Ən böyük artıq ailədən qaçınma, dostlara meyillilik, bununla özünü hardasa tapma, kimdəsə tapma və ya ən pis halda biz artıq intihara cəhdlə üzləşmiş oluruq. Bu insani hisslərdən danışanda mən həmişə düşünürəm ki, Tanrının, yaradılışın, təbiətin bizə verdiyi ən gözəl hisslərdən biri də empatiya hissidir. Təbii ki, qaydasında da o hər şey çox empatik olmaq da bir şey deyil, daima o özündən verməyə gətirib çıxardır. Yeniyetmələrlə empati qurmağın əhəmiyyəti nədir? Çünki burada sadəcə valideyn deyə bilərəm, mən dinləyirəm də onu, amma dinləmək deyil də burada. Yəni empatiya qurmaq nə qazandırır? Həm o ailəyə, həm o yeniyetməyə. Empatiya qurmaq, yəni sözün belə deyim açıqlamasını verim, onun yerinə özünü qoymaqdır. Yəni yeniyetmə ilə ünsiyyət zamanı onu anlamaq, dinləmək ən əsas faktor jest və mimikalardan düzgün istifadə etməkdir. Mənə müraciət zamanı yenə də bildirilir ki, ana məni dinləyir, amma dinləmir. Yəni fikri başqa yerdədir, fikri telefondadır. Mən danışarkən anam göz süzdürür. Sanki mənə inanmadı. Mən bunu hiss edirəm. Və ya ona maraqlı deyil. Bəli, ona maraqlı deyil, onun maraq dairəsində deyil bu mövzu. Yəni empatiya qurarkən diqqət edilməlidir, jest və mimikalar düzgün istifadə edilməlidir, onu anladığını, başa düşdüyünü, bu hadisəni hətta mən də yaşamışam uşaqkən, sənin dönəmində. Gəl bunu birlikdə öhdəsindən gələ bilərik. Sən burada daha çox bunu etsəydin, bu səhvlərə yol verməzdin əslində. Eybi yox, bu problem deyil. Bu kimi sözlərdən istifadə etmək uşağa özgüvən, özünə inan və inanın cəmiyyətdə daha düzgün bir şəxsiyyət yetişdirmiş olarıq.
Çox təşəkkür edirəm Aytəkin xanım. Hər kəsin ailəsində mən əminəm ki, elə bir məqam olur ki, onu yaxın qonşuyla, dostla müzakirə etmək olmur, amma peşəkar psixoloqa müraciət etmək hər zaman çıxış yoludur. 93 FM-də Sağlam Səhər proqramında məhz bunun üçün var dostlar, sizin suallarınıza körpü olmaq üçün. Çəkinmədən sanki bir dostunuza yazırmış kimi bizə müraciət edin. 055 93 490 93 yeniyetmə övladınızla aranızdakı o görünməz buzlar gəlin birlikdədir və sual-cavab rubrikamızı dinləyə daha sonra efirdə olacaq. İçməli suyun keyfiyyətinə nəzarət necə aparılır? İçməli suyun monitorinqi üzrə əsas vəzifələrə sanitariya-gigiyenik nəzarətin təmin olunması, su təchizatı mənbələrindən və paylayıcı şəbəkələrdən nümunələrin götürülməsi, həmçinin bu nümunələrin orqanoleptik, kimyəvi və bakterioloji analizlərinin aparılması daxildir. Sanitariya nəzarəti su təchizatı sistemlərinin sanitariya epidemioloji vəziyyətinə nəzarətin həyata keçirilməsidir. Nəzarət zamanı laboratoriya müayinə üsulları tətbiq etməklə su təmizləyici qurğuların, su anbarlarının texniki və sanitariya mühafizə zonaları yoxlanılır. Su paylayıcı şəbəkələrdə yaşayış məntəqələri, həmçinin xəstəxanalar, məktəblər, uşaq bağçaları, sənaye müəssisələri, kommunal obyektlərin suyunun keyfiyyəti yoxlanılır. Sağlam səhər. Sizin sağlam seçiminiz. Sponsor Başa Sığorta. Qısa bir fasilədən sonra təkrar 93 FM-də Sağlam Səhərdə sizinlə birlikdəyik dostlar. Mövzumuz bugün yeniyetmələrdə davranış qaydalarıdır. Psixoloq Aytəkin Xanhüseynli bizim qonağımızdır. Siz də suallarınızı yazıb göndərə bilərsiniz. Biz ümumiyyətlə hər zaman deyirik ki, ola bilər ki, başqa bir insanın fikrini qəbul etmək, amma ona hörmət eləməliyik. Əslində istədiyim çox da bunun dərinini biz anlamırıq ki, yəni hörmət, okey, qəbul eləmirik. Amma yəni hörmət edir demək nə deməkdir? Elə yeniyetmələrin də ola bilər ki, fikirləri artıq valideynlərə uyğun gəlməsin. Bu çox normal bir şeydir. Məsələn, o yeniyetmələrin övladlarının fikirləri onlarla uyuşmayacaq. Amma onların fikirlərinə hörmət etməyin yolu nədir, nədən keçir? Az öncə vurğuladığımız kimi ən gözəl yolu birinci empatiya qurmaqdır, dinləməkdir və müəyyən danışıq zamanı bu duyğuları mən də yaşamışam, gəl otur birlikdə həll edək. Və əgər valideynlər övladlarını dostlarından, yəni təbii ki, doğrudan da çox yaxşı dostlar seçmiş uşaqlar var özlərinə, amma müəyyən dostlarından uzaq tutmaq istəyirlərsə, ünsiyyəti artırmalıdırlar. Sadəcə onunla görüşmə, mənim xoşuma gəlmir. Bu yanaşma səhvdir. Səhvdir. Yəni birbaşa tənqidi, iradı, qadağanı qoymaq yox, o qadağanı həll etmək üçün çıxış yolları tapmaq lazımdır. Nə etsəm mənim uşağım o dostundan uzaq durar. Və ən böyük səhvlərdən biri atalar qızları ilə ünsiyyət qurmur, analar oğlanları ilə ünsiyyət qurmur. Sadəcə baxıram analar qızları ilə heç, yəni oğlanlar deyərdim bəzən hətta ortalıqda qalmış olur. Yəni onunla ünsiyyət quran çox az olur, təbii olaraq o da dosta meylli olmuş olur. Və evdə ata obrazları təbii ki, müəyyən ailələrdən söhbət gedir. Sadəcə işə yönəlirlər deyə və övladlarına zamanı söhbəti, zamanı az ayırmış olurlar. Onlarla ikili zaman keçirməyi az edirlər. Bu baxımdan dolayı da baxıram ki, uşaqlarda böyük fəsadlar yaranır. Bir də özünü ifadə etmə məsələsi var. Ümumiyyətlə fikir verəndə hətta uşaqlıqdan gəlir də. Bəzi uşaqlar olur ki, onlar özünü çox rahat ifadə edir. Hətta şəhərdə sorğular keçirəndə, məsələn mən də özüm şahidəm əsasən, yəni mikrofonu uşaqlara yaxınlaşdıranda dil-dil ötmək məsələsi var. O qədər belə danışmağa həvəsli, özünü ifadə edir, sərbəstdir, çəkinmir, heç kimə baxmır. Amma elə uşaqda var ki, o çəkingəndir, fikrini ifadə eləmir və bu yeniyetməlik dönəmində də özünü göstərir. Bəzən susmaq anlaşılmazlıqdan irəli gəlir və yaxud da nə bilim, yəni ki, özünü çox bilir ki, ifadə eləyə bilməyəcək, onu başa düşməyəcəklər, sakit durmağa üstünlük tutur. Necə etmək lazımdır ki, uşaqların, yeniyetmələrin özlərini ifadə etmək, yəni səmimi şəkildə ifadə etməsindən söhbət gedir ki, ona şərait yaransın.
Birinci mən sizə deyim, bu uşağın öz xarakterindən asılıdır. Doğrudan da olur ki, ailə çox gözəl ailədir, çox demokratik ailədir. Amma qapalıdır uşaq. Bəli, uşaq qapalıdır və hal-hazırda mənim elə bir pasiyentim var. Uşaq məsələn kimsə ona qolbaq hədiyyə etdiyi zaman onu belə gizlədir, utanır. Mənim qarşıma çıxartmaqdan utanır. Heç bir onun travmatik durumu, ailə ilə bağlı bir problemi yoxdur. Səbəbi nədir? Bəs çox maraqlıdır. Yəni özü bunu nəyindən əsaslandırır deməli? Xarakteri budur. Mən görürəm ki, xarakteri budur və ana vurğulayır ki, dayısı da belə olub uşaqlıqda və sonra zamanla belə deyim, artıq formalaşdıqca, yaş keçdikcə Siz bunu problem olaraq görürsünüzmü Aytəkin xanım? Əslində xarakteri budursa, yox. Çünki bu xarakterlərin məsələn bu yeniyetməli deyim, biraz gənclik dövrlərində indi də hardasa xarakter olaraq mən də bəzi şeylər bu gizlətmə məqsədi daşımır. Anamdan gizlədim, mənim həyat yoldaşımdan gizlədim, dostumdan. Utancaqlı deməyim, yəni o bəzi şeyləri qapalı qalması, yəni sadəcə özümündür, özüm bilsəm kifayətdir. Bəli. Bu belə bir şeydir. Yəni mən də həmişə düşünürdüm ki, bu mənim rəfiqələrim də hər zaman deyir ki, səndən biz çox çətinliklə normalda ünsiyyətçil insanam, amma o dediniz bəzi xırda məqamlar var ki, onları sırf gizlilik üçün yox, yəni özümdə saxlamaq. Bir zamanla başa düşdüm ki, bu sadəcə mənim xarakterimdir. Yəni biraz qayıtdım, düşündüm ki, görürsən bəlkə məndə də bağlıdır bu hansısa bir travmaya və başa düşdüm ki, bunun heç bir travmatik əsası yoxdur, sadəcə olaraq xarakter məsələsidir. Ondan sonra rahatladım artıq ki, bunu qəbul elədim belə. Biz ona görə də, yəni valideynə deyirik, biz 2-3 seans, yoxlama seansı kimi götürəcəyik və baxırıq, uşağın doğrudan da bu xarakteridirsə, artıq biz onu seansa almış olmuruq. Yox, xarakteri deyilsə, bu hər hansı bir özgüvənsizliklə, özünə inamsızlıqla və ya nəsə bir travması ilə bağlı bir durumdursa, bəli, artıq o uşağın seansa ehtiyacı olmuş olur. Təşəkkür edirəm Aytəkin xanım. Dostlar, siz də yazın 05593 490 93 bizim WhatsApp nömrəmizdir. Yazın suallarınızı, ünvanlayın. Sizə isə maraqlı bir statistikadan danışacağam. Statistika deyir ki, işə qəbul olanların 87%-i məhz tibbi sığortasının olmasını əsas şərt kimi görür. Hətta daha maraqlı məqam odur ki, 56% insan da məhz tibbi sığortaya görə hazırki işində qalır. Yəni bu artıq təkcə işçi üçün yox, həm də şirkət üçün vacibdir. Daha bağlı komanda, daha stabil iş mühiti deməkdir. Əgər bir şirkət rəhbərisinizsə dostlar, komandanızın sadiqliyini və sağlamlığını qorumaq istəyirsinizsə, korporativ tibbi sığorta sizin ən böyük üstünlüyünüz olacaq. Paşa Sığorta bu barədə biznesiniz üçün çox özəl bir təkliflər hazırlayıb. Ətraflı məlumat üçün elə indi zəng edin 010 239 79 37 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Efirimiz davam edir. Gəlin sağlam xəbərləri dinləyək. Daha sonra musiqi fasiləmiz olacaq. Sağlam radioda sağlam xəbər. Reproduktiv sağlamlıqla bağlı genetik testlər risklərin erkən qiymətləndirilməsinə imkan yaradır. Səhiyyə Nazirliyi Ailə Planlaması Məsləhətxanasının həkim genetiki Günay Əmirlinin dediyinə görə ən geniş yayılmış testlərdən biri daşıyıcı skrininqdir və bu test irsi xəstəlik genlərinin daşıyıcılığını müəyyən edir. Onun sözlərinə görə hamiləlik dövründə amniosintez və qeyri-invaziv prenatal testlər vasitəsilə dölün xromosom anomaliyaları, o cümlədən Down, Edwards və Patau sindromları aşkar edilə bilər. Diabetin ağız və diş sağlamlığına birbaşa təsir etdiyi bildirilir. Araşdırmalara görə diabetli şəxslərdə ağız quruluğu, diş əti iltihabı, göbələk infeksiyaları və diş itkisi daha çox müşahidə olunur. Mütəxəssislərin dediyinə görə qanda şəkərin yüksəlməsi yaraların sağalmasını ləngidir və infeksiyalara qarşı müqaviməti azaldır. Həkimlər vurğulayır ki, ağız boşluğundakı problemlər də öz növbəsində qanda şəkərə nəzarəti çətinləşdirir. Buna görə də ağız gigiyenası və mütəmadi stomatoloji müayinə vacibdir. Uşaqlarda düzgün yuxu rejimi sağlam inkişaf üçün əsas şərtlərdən biridir. Mütəxəssislərin dediyinə görə yeni doğulmuş körpələr gün ərzində 12-16 saatədək yatmalıdır. 1 yaşına qədər gündə 2 dəfə yuxu vacib sayılır. 3 yaşdan sonra isə gündüz yuxusu azalır və gecə yuxusu ön plana keçir. Onların sözlərinə görə axşam saatlarında ifraz olunan melatonin sinir sisteminin düzgün işləməsi və dərin yuxu üçün mühüm rol oynayır. Yuxu pozğunluqlarında isə mütəxəssis məsləhəti vacibdir. Sağlam səhər. Bütün ailəniz burada sağlam olacaq. Sağlam səhər. Həyata sağlam baxış. Sponsor Paşa Sığorta.
Hazırda avtomobilində bizi dinləyən, övladını məktəbə yola salan və ya işə tələsən əziz valideynlər, 93 FM-də sağlam səhərdəsiniz. Bəzən elə hiss edirsinizmi ki, evdəki yeniyetmə ilə sanki fərqli dillərdə danışırsınız və aranızdakı o bağ, o siqnal, o frekans itir və biz elə bu dəqiqələrdə studiyamızda psixoloq Aytekin xan Hüseyni ilə həmin o itmiş rabitəni bərpa etməyə çalışırıq. Yeniyetməlik dövrünün çətinliklərindən danışırıq, davranış qaydalarından danışırıq. Əgər indicə qoşulmusunuzsa, bilin ki, doğru dalğadasınız. Bura Sağlam Radiodur. Studiyada sizinlə mənəm Qumru və burada hər kəlmə ilə sizin sağlamlığınız üçündür. Aytekin xanım, övladların, yeniyetmələrin, uşaqların, böyüklərin, ümumiyyətlə toplum olaraq bizim mənə elə gəlir ki, ən böyük travmamız xalqın uşağı travmasıdır. Yəni toplum olaraq bizim bu hamıda var, düşünürəm. Xalqın uşağı məsələsinə aydınlıq gətirsək, bu başqalarıyla övladını müqayisə etməkdir. Falan kəs belədir, sən niyə belə deyilsən? Hər kəsə tanışdır bu cümlə. Amma bu müqayisələr yeniyetmənin daxili dünyasında hansı izləri buraxır? Paxıllıq, aqressivlik, əsəbilik. Birinci Bəlkə də o emosional. paxıllığın təməlini elə valideyn qoyur uşaqda. Bəli. Birinci emosional dəyişiklik yaradır, yəni əsəbilik yaradır, paxıllıq yaradır. İkinci bədənsəl dəyişiklik yaradır. Yəni özündən tez çıxır, yumruq vurma, nəsə bir əşyaya toxunma və paxıllıq yaratdığı halda, məsələn, bəzən evin içindəki uşaqlarla müqayisə edirlər, hətta nəinki xalqın uşağı. Yəni bunun şahidiyəm, bəli, gəlirlər, öz bacısına paxıllıq edir, görmək istəmir, onu görmək istəmirəm. Hətta çox qəribə çıxacaq və bildirirlər ki, ölsəydi canım qurtarardı. Yəni öz bacısı haqqında, qardaşı haqqında, xalası qızı haqqında, öz qohumları haqqında müqayisələr çox olduğu üçün ən böyük problem paxıllığın yaranmasıdır. Ona qarşı kinin yaranmasıdır. Onun pisliyini istəməkdir və bununla təbii ki, cəmiyyətə artıq paxıl və insanların irəli getməsini istəməyən bir şəxsiyyət yetişdirmiş olurlar və onun təməlini qoymuş olurlar, formalaşdırırlar. Biz bayaq danışdıq ki, yeniyetməlik dövründə bir balaca yeniyetmələr müstəqilliyə can atırlar. Belə bir istəkləri olur, öz qərarlarını vermək istəyirlər. Sizin dediyiniz kimi, yəni bu o demək deyil ki, bu hər zaman şüurlu verilən qərardır, onlar buna hazırdır. Amma bu mərhələdə valideyn necə balans tapsın? Məsləhətləşmək lazımdır. Yəni gəl, otur, səninlə danışaq. Sənin qərarına baxaq və bu qərar ortaya qoyulmalıdır. Həll yolu tapılmalıdır və balans qorunmalıdır. Əgər övladın qərarı düzgün deyilsə, valideyn öz qərarını bildirir, amma bunu necə bildirir? Sən bunu etməlisən kimi yox. Gəl bir də bunu məndən dinlə. Gör sənin xoşuna gəlirmi? Əgər xoşuna gəlmirsə, biz ortaq bir yol tapaq. Yəni bu kimi valideyn obrazı olduğu zaman yeniyetmə də daha sağlam psixologiyada yetişmiş olur. Yəni bunu görürəm, var belə ailələr. Bunlara da artıq demokratik ailə tipi deyirlər ki, o ailə tipləri doğrudan da var hal-hazırda. Bir də Aytekin xanım, məsələn, mən ətrafımda da bunu çox görmüşəm. Mütləq ki, sizlə müraciət edən valideynlər arasında belə valideynlər var. Yeniyetmələrin uğurlarını, duyğularını kiçiltmək məsələsi var. Məsələn, adi ola bilər ki, xırda bir misal deyim, bəlkə də bu xırda bir misal deyil. Məktəb yaşlı bir uşaqdır, bir şeir öyrənir, gəlir deyir, məsələn, o şeiri deyərkən həyəcanlanır, çaşır, atası və anası qayıdır ki, bir dənə şeir öyrənmisən, onu da düzəlməli deyib ortaya çıxartmadın. Və bir rəsm əsəri çəkir, deyir, quşun burası niyə belədir, elədir. Elə bil ki, mən razıyam, yəni hər şeydə o dediyiniz məsələ var. Öyrətmək var, öyrətmək üçün ona sakit mühit var, şərait yaratmaq var, amma yəni uşaq onu gətirib deyərkən səndən bir necə deyimi, gözündə bir parıltı istəyir, bir alqışlanma istəyir, amma tamamilə əks reaksiyayla qarşılaşır. Yəni burada birinci yanaşma necə olmalıdır? Birinci yanaşma deyim sizə ki, birinci elə müsbəti demək lazımdır. Sonra mənfini asta-asta, yavaş-yavaş və sakit tonla bildirmək daha məqsədə uyğundur. Yəni, məsələn, sən bu şəkli çəkmirsən, çox gözəldir, çox qəşəngdir. Mənim gördüyüm şəkildə rənglər çox gözəldir. Amma bu şəkildə quşun quyruğunu bu şəkildə sən əyri etmirsən, gəl istəyirsən onu oturaq, birlikdə düzəldək. Və ya sən bu məclisdə, bəzən gəlir valideynlər, məclisdən sonra övladlarını artıq belə deyim,
danlamış, sən orada özünü niyə belə apardın, bunu niyə belə etdin? Uşağın içində kin yaranır. Axı mən orada bunu da etdim. Niyə demədin? Niyə mənə? sən yaxşını demədin? Hə, niyə mənə yaxşını demədin? Təbii olaraq yeniyetmə bunu dilinə gətirirmi? Yox, nadirən dilinə gətirir. Yeniyetmə nə edir? Avtomatik olaraq sərt reaksiya verir. Özündən çıxır və valideyn də fikir irəli sürür ki, mənim uşağım tez-tez özündən çıxır. Niyə? Mən belə bir səhv öz təcrübəm, mənim qızım yeniyetmə deyil, yaşı daha aşağıdır. İstəmədən belə bir səhv etmişdim. Bir neçə ay bundan öncə o getdiyi belə deyim, məktəbdə bir şeir öyrənmişdi. 8 martla bağlı. Gəldi o şeiri dedi. Təbii ki, mən çox sevindim, öpdüm, onun qucaqladım, təşəkkür etdim, amma alqışlamağı onu unutdum və gördüm ki, çox sevinmədi. Mənə qayıtdı dedi ki, mən məktəbdə bu şeiri dedim, hamı məni alqışladı, amma sən mənə, yəni mən onu təriflədim. Bir dənə alqışlamadım, onu artıq deyir ki, hamı məni alqışladı, amma sən məni alqışlamadın. Və mən istəmədən etdim bunu. Çünki mən təriflədim, öpdüm onu, qucaqladım, minnətdarlığımı bildirdim. Dedim yəni ki, bu şeiri unutmasın. Götürdüm vərəqini, qaldırdım, qoydum belə deyim də o şeir mənim ən üst gözünə. Amma həqiqətən o an alqışlamağı unutdum. Gör bu gətirdi onun pərt olmasına çıxardı. Əslində burada sizin müsbətinizi deyim, onu dilə gətirməsi belə sizə olan güvənidir. Çünki yeniyetmələr və ya uşaqlar onu dilə gətirmirlər. Artıq məsəl üçün o an dəftəri, kitabı götürür, çıxır gedir. sinirlə otağı tərk edir. Aha. Yəni siz ona o güvəni vermisiniz ki, o artıq onu dilinə gətirir ki, yəni sən məni alqışlamadın. Amma doğrudan da ona ehtiyacı var, onun xarakterindən də asılı ola bilər ki, ona ehtiyacı var və diqqətcil olmasıdır ki, demək ki, bu uşaq diqqət tələb etmiş olur. Bu tip uşaqlarda diqqəti xoşlayırlar. Bəli, Ətrafda o bəli. çox təriflənməyi xoşlayan insanlar var da, yəni onların belə deyim də təbiəti. Yazın dostlar, siz də suallarınızı rahatlıqla göndərə bilərsiniz. Rəqəmsal dünyada artıq Aytəkin xanım sir deyil ki, uşaqların, yeniyetmələrin hər birimizin həyatının ayrılmaz bir hissəsidir. Tam qadağa da burada bir risk yaradır, tam sərbəstlik də bir risk yaradır. Doğrudan da çox çətin bir məsələdir. Mən valideynləri də bəzən qınamıram. Çünki onlar da bilməyə bilərlər. Yəni onların dövründə, heç bizim dövrümüzdə belə bu qədər texnika, texnologiya olmayıb. O ayarı, o balansı necə qoruyaq, bəzən biz bilməyə bilərik. O sosial şəbəkələrlə, telefonla və ya hal-hazırdakı məşhur olan oyunlarla o balansı qorumaq üçün ən gözəl valideyn birinci ünsiyyət qurmağa başlamalıdır. İkinci, saat qoymalıdır. Övladı ilə birlikdə, gəl səninlə birlikdə rutin quraq, sənin cədvəlini quraq, planını quraq. Nəyi neçə saat? Təbii ki, bu zaman onun da fikri önəmlidir. Amma bu demək deyil ki, uşaq 3 saat oyun oynamaq istəyirsə, valideyn də ona anlayışla yanaşmalı. Yox, sən 3 saat deyirsən, mən 1 saat deyirəm. Gəl, ortaq o zaman məxrəcə 1 saat gələr. yarım edək. Sən gün ərzində 1 saat yarım oyun oynaya bilərsən, amma gəl bunu belə edək, 2 hissəyə bölək. Ortaq məxrəcə gəlsinlər, yəni ortaq bir qərar versinlər və alternativ üsullar edə bilərlər. Məsələn, uşaq gəlir, deyir ki, valideyn çox oyun oynayır, belə deyirəm, uşağın boş zamanı varmı? Deyir, var. Deyirəm, nə etsin? Boş zamanı saatlarlandır. Niyə onu imkan daxilində hər hansı bir idman növünə, hər hansı bir dərnəyə, rəqsə, rəsmə, bir məşğuliyyətə... Ümumiyyətlə, insan övladı da orada o məşğuliyyəti, o rutini sevir. Belə deməyimizə baxmayaq da, yəni əslən o rejimi sevirik. Ələxüsusda uşaqlar, yeniyetmələr. Bəli, yəni bir məşğuliyyətlə uşaq məşğul olduğu zaman təbii olaraq boş zamanda az qaldığı üçün sosial şəbəkədən, telefondan, hər hansısa bir oyundan az istifadə etmiş olacaq. Zaman dedik, zamanın da necə sürətli keçdiyini əslində uşaqlarımızın boyu bizi ötəndə anlayırıq, amma boy artdıqca xarakterindəki dəyişikliklər də bəzən bizi qorxudur. Əziz valideynlər, sağlam səhərdəsiniz. Aparıcınız mənəm Qumru, qonağımız psixoloq Aytəkin xan Hüseynlidir. Odur ki, siz də suallarınızı yaza bilərsiniz. Yeniyetməliklə bağlı, yeniyetmələrin davranışları ilə bağlı suallarınızı Aytəkin xanım ünvanlaya bilərsiniz. Qısa bir musiqi fasiləmiz olacaq, ardınca yenidən efirdə olacaq. Dalğanı dəyişməyin dostlar. Sağlam səhər. Sizin sağlam seçiminiz. Sponsor Paşa Sığorta. Paşa Sığortanın sponsorluğu ilə sağlam səhər efirdədir dostlar.
Yeniyetmələrdə davranış qaydalarından psixoloq Aytəkin Xan Hüseynli danışır və 055 93 490 93 bizim WhatsApp nömrəmizdir. Səhərin də ritmi sürətlənir, şəhər də tam belə deyim oyanıb, artıq saatlarımız 9:07-ni göstərir. Siz də ruhən, cismən hazırsınızsa 055 93 490 93 nömrəsinə yazıb göndərə bilərsiniz. Çünki biz bu saatda cəmiyyətimizin ən həssas nöqtəsindən gələcəyimiz olan yeniyetmələrdən danışırıq. Övladınızın davranışındakı kəskin dönüşlərin səbəbini bilmək istəyirsinizsə, o zaman qulağınız bizdə olsun və sizi narahat edən bütün məqamları bizimlə bölüşə bilərsiniz. Yeniyetmək, ümumiyyətlə Aytəkin xanım, stres bizim həyatımızda qaçılmaz faktorlardan biridir. Bunu biz öncəsində qəbul edəndə rahatlayırıq. Yəni stressiz zaten həyat yoxdur. Onunla yola getməyin yolunu tapsaq, artıq hər şey okey olacaq. Amma bu düşüncəyə gələnə qədər də bizə kifayət qədər təcrübə lazım oldu, müəyyən qədər yaşlar keçdi, müəyyən qədər həyat təcrübələrindən sonra bunu qəbul etdik. Amma məktəb dönəmidir, dostlarla olsun münasibətlər, lap olsun yəni oğlan-qız münasibəti, fərq etməz yəni, hər şey yaşana bilər. Və gözləntilər, yeniyetmənin üzərində görünməyən bir yük olur bu dönəmdə. Bu yükü yüngülləşdirmək üçün, stresslə baş etməsinə kömək etmək üçün nə etmək olar? Onun uşaqla olan münasibətdə, yəni daha anlayışlı olmaq, stressinə baş etmək üçün, yükünü qaldırmağa, gəlməsənin öhdəliklərini, yüklərini birlikdə həll etmiş olaq. Dostlarla münasibətə zaman vermək. Məsələn, mən son zamanlarda rastlayıram, yox, sən ancaq dərs oxu, dostlarınla görüşmə, bunu etmə, telefona əlini vurma, qoy masanın üzərinə telefonu. Bu kimi şeylərdən qaçınmaq, yəni ki, qadağalardan qaçınmaq, cəza üsullarından qaçınmaq, yeniyetmələrlə zaman keçirmək. Yəni onun stressdən uzaq olması üçün həftədə bir dəfə, ayda 3-4 dəfə onunla olan hər hansı bir gəzinti, ikili, ana atayla, övladla və ya övladın tək atayla, övladın tək ana ilə olan gəzintisi, söhbətləri. Məsələn, bu valideyn də biraz cavanlaşdırır. Məsələn, yeniyetmənin sevdiyi bir filmə getmək bir yerdə, doğrudan da bir maraq göstərmək, getməmişdən öncə bir... Çünki övladlar xoşlar həmsə baxdığı filmləri analarına desinlər. Bu obraz kimdir, nə bilim, bundan birinci hissədə belə olmuşdu, elə olmuşdu. Biraz doğrudan da diqqətli yanaşmaq məsələsi var. Mən sizə deyim, bu dönəmlərdə hətta onlar filmlərdə olan xarakterləri, aktyorları, aktrisaları özlərinə nümunə də götürürlər. Özlərinə onlara bənzətməyə başlayırlar. Bəli. Dost çevrəsindən danışdınız, Aytəkin xanım. Məsələn, bu mənim də ağlımda belə bir sual var və mən də bunun əslində o belə deyim, əsasını öyrənmək istəyirəm özüm də bir valideyn kimi. Xarici filmlərə biz baxanda hər zaman görürük ki, valideynlər öz övladının dostlarını, məsələn, ilk dəfə onu ola bilər ki, dostları ilə hansısa bir gecə gəzintisinə, bir restorana buraxmır, tanımır. Amma əvəzində ona yaxşı bir təklif irəlisürlər övladlarına ki, məsələn, bu həftə sonu dostlarına dəvət elə gəlin bizdə. Həm dərs oxuyun, həm mən sizin üçün ləzzətli təamlar hazırlayım. Məsələn, mən bizdə bu adəti çox görmürəm və hər filmlərə baxanda çox özənirəm bu adətlərə. Bilmirəm, bu bizim gündəlik, məsələn, bu analar o qədər yemək bişirir, evi yığışır, onu eləyir, artıq o qədər yorulur ki, evdə bir qonaq görmək istəmir. Mən şəxsən öz-özlüyümdə düşünürəm ki, bu həm dostlarını tanıması üçün, dostlarının çevrəsini tanıması üçün və o dostları da valideynləri tanıyandan sonra onlar da dostunun valideyninə qarşı bir məsuliyyət hissi yaradır. Və sonra rahatlıqla məncə övladlarını da onların evlərinə icazə verə bilərlər, onlarla bir parklərə də getmək. Ümumiyyətlə, necə yanaşırsınız bu fikrə? Mən deyərdim ki, uşağın dostları ilə zaman keçirməsi üçün ən gözəl bir fikirdir, sizin səsləndirdiyiniz fikir. Yəni, xarici mühitdə baş verən bu hadisələr. Çünki dostlarını dəvət etməsi, evdə ananın, atanın onları tanıması, birlikdə zaman keçirməsi, uşağın təlim-tərbiyəsinə artıq arxayın olub və övladını ona əmanət etməsi. Və qarşı tərəfin də valideynləri də bir inam yaranır. Bəlkə sabah bir gün artıq valideynlərin də ünsiyyəti yaranır. Ünsiyyəti yaranmış olur. Deyərdim ki, bu metoddan ümumiyyətlə ilkin olaraq istifadə etsinlər. Sonra zamanla bəli övladlarına, onların evlərinə icazə və yaxud da onlarla birlikdə kinoya getmək,
onunla birlikdə hər hansı bir kafeyə, restorana getməyə icazə vermiş ola bilərlər tanıdıqdan sonra. Və burada bir nüansa da toxunum ki, tanıdıqları zaman xoşlarına gəlmədiyi dostlardan həmən uzaqlaşdırmağa o pisdir. Sən onun tərbiyəsi xoşuma gəlmədi, ondan uzaq inanın daha bağlayırlar. Görməsini təmin etmək lazımdır bunu. Bəli, görməsini təmin etmək lazımdır. Məsələn, sənin dostun çox yaxşıdır, xoşuma gəldi. Amma sanki bu davranışında bir problem var, hə? Sən necə düşünürsən? Ya da sən bir ona fikir ver, irəlidə. Sənə qarşı bunu etdi, gördüm. Mən demirəm pis uşaqdır, amma bu davranışına fikir ver. Gör sənə də xoşdurmu? Bəlkə də mənə xoş gəlmədi, bəlkə mən köhnə düşüncəliyəm, özünü burada qınasın. Nə uşağını, nə də ki Övlad da o zaman valideynin ədalətli olduğuna, həqiqətən balanslı olduğuna inanır. Bəli. Çünki valideyn nə qədər öz səhvlərini ortaya qoymuş olarsa, övlad da öz səhvlərini ortaya qoymuş olur. Çəkinməyəcək. Bəli, çəkinmədən. Siz də yazın suallarınızı. Biz Aytəkin xanımla yeniyetməlik dövrünün belə deyim, yaş hədlərindən danışdıq. Valideynləri narahat edən digər bir məqamsa uşaqlarında baş verən bu qəfil partlayışlardır. Sanki insanın içindədir başqa bir insan gizlənib, daxili bir inqilabdır. Bunun əlamətləri bu haqqda da danışacaq. Suallarınızı yazın, göndərin. Öncəsində isə Sağlam şəhər rubrikamız var. Gəlin dinləyə, ardınca xəbərlər olacaq. Sağlam radio. Sağlam həyat tərzi təkcə düzgün qidalanma deyil, təmiz hava, yaşıllıqlar, rahat piyada yolları və təhlükəsiz şəhər mühiti də sağlamlığımızın vacib hissəsidir. 2026-cı il şəhərsalma və memarlıq ili. Səhiyyə Nazirliyi çağırış edir. Sağlam şəhər, sağlam həyat. Sağlam radioda sağlam xəbər. Vərəm xəstəliyi zamanı düzgün qidalanma müalicənin vacib hissəsi hesab olunur. Səhiyyə Nazirliyinin Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktoru İradə Axundovanın dediyinə görə, bu xəstəlik orqanizmdə enerji sərfini artırır, iştahanı azaldır və arıqlamaya səbəb olur. Onun sözlərinə görə vərəm xəstələrinin gündəlik qida rasionu adi insanlara nisbətən 10-20% daha kalorili olmalı, zülal, vitamin və maye qəbulu isə xüsusi nəzarətdə saxlanmalıdır. Bəzi qidaların birlikdə qəbulu həzmə və maddələrin sorulmasına mənfi təsir göstərə bilər. Mütəxəssislərin dediyinə görə, qırmızı ətlə birlikdə güclü çay və ya qəhvə qəbul etmək dəmirin mənimsənilməsini azaldır. Süd məhsulları da dəmirlə zəngin qidaların təsirini zəiflədə bilər. Onların fikrincə, meyvəni əsas yeməkdən dərhal sonra yemək fermentasiya, şişkinlik və narahatlıq yarada bilər. Bu səbəbdən qidaların uyğun kombinasiyası vacib sayılır. Həzm sisteminin sağlamlığı üçün bəzi qidalar xüsusi əhəmiyyət daşıyır. Mütəxəssislərin fikrincə, düyü, zəfəran, günəbaxan tumu, sarımsaq, banan və reyhan həzm sisteminə müsbət təsir göstərir. Bildirilir ki, bu qidalar bağırsaq fəaliyyətini tənzimləyir, faydalı bakteriyaları dəstəkləyir və şişkinlik, qəbzlik kimi problemlərin azalmasına kömək edir. Eyni zamanda onların tərkibindəki vitamin və antioksidantlar ümumi sağlamlığa da töhfə verir. Sağlam səhər. Sağlamlıq üçün lazım olan hər şey. Sponsor Başa Sığorta. Efirdəyik dostlar, saatlarımız 9:24-ü göstərir. Bugün Aytəkin xanımla bir efiri bölüşürük və əgər bizə indi qoşulmusunuzsa, yeniyetməlik dövrünün o fırtınalı dənizində biz birlikdə yol tapmağa çalışırıq. Siz də bizim efirimizə qoşula bilərsiniz və düşünürəm ki, yeniyetmələrin həyatında onsuz da bu məktəbdir, bayaq dediyimiz stresdir. Bunların hər biri olur və yeniyetməlik dövründə həm də valideynlər düşünürəm ki, övladlarını özləri ilə səyahətə aparsalar, bu da heç də pis deyil və bizim üçün daha yaxşı bir təklif var Paşa Sığortadan. Bu təklifi də istərdim dəyərləndirim. Səyahət həvəskarları üçün qarşıdan da yay ayları gəlir. Çox gözəl bir xəbər var. Yola çıxarkən sığorta almağı biz artıq hamımız belə deyim də bir lüks deyil, bir vacib kimi görürük və bunu edirik. Bu həm də bizim özümüzə hədiyyəmizdir. Bu bizim təhlükəsizliyimizdir. Amma səyahətdə internetin bitməsi də bizi məyus edə bilər. Çünki
bütün səyahət anlarımızı sosial mediada paylaşmağı xoşlayırıq. Doğmalarımızla əlaqədə olmağı, onları ölkə xaricində olanda xəbərdar etməyi də xoşlayırıq və kim istər ki, səyahətdə onun interneti bitsin, Paşa Sığortadan səyahət sığortası olan hər kəsə də 3 GB-a dək internet paketi hədiyyə olunur dostlar. Odur ki, həm sığortalı olun, çünki gözlənilməz tibbi xərclər sizin səyahətinizi yarımçıq qoya bilər, həm də paylaşımlarınızdan geri qalmayın dostlar. Bunu da vurğulayım. Aytəki xanım, doğrudan da səyahət demişkən, uşaqlar olsun, yeniyetmələr olsun, onların tək başına təbii ki, biz o dönəmlərdə bir belə deyim də, məktəblə getmirsə, bir məsələn basketbol kursuna, musiqi kursuna, gimnastikaya, xaricə getmirsə, biz özümüzlə yeniyetmələri xaricə aparmalıyıqmı? Bəli, aparmaq daha məqsədə uyğundur. Çünki ən birinci birlikdə zamandır, ikinci onun dünya görüşünün artmasıdır, üçüncü ona müxtəlif ölkələrin, müxtəlif həyatların fərqliliklərini, orada yaşanan hadisələri, coğrafiyanı, yəni uşağın bilgilənməsini təmin etmiş oluruq. Və dediyim kimi ən əsas faktor burada isə, ən əsas nüans isə onların birlikdə zamanı, əyləncəli zamanı, birlikdə yeni kəşflər, belə deyim, qısaca son olaraq belə valideyn yeniyetmə ilə yeniyetmə olmalıdır. Yəni tam enerji dolu, gənc kimi özünü aparmalıdır və ondan mən səndən nəsə öyrənirəm, sən gəl mənə nəsə öyrət. Bu kimi sözlərdən istifadə etməlidir. Çoxlarımız da indi şükür hər şey əl çatandır. Yəni vaxtikən o səyahət eşqi ilə böyümüş insanlarıq, amma doğrudan da nə gözəl olar ki, hər kəs uşaqlıqdan valideynləri ilə səyahət eləsin və o 20-li yaşlarında da onun içində bir nəsə qalmasın ki, hayda mən harasa getməmişəm. Okey, o dünyanı təbii ki, o vaxta kimi gəzib bitirə bilməyəcək, amma artıq gəzdiyi ölkələr olsun və bundan sonra da məncə artıq uşaq da özü rahat öz səyahət planını da qura bilər, hətta dostları ilə də səyahət edə bilər və önəmli bir məqam odur ki, məsələn mən bir araşdırma etmişdim. Hollandiyada dövlət məktəblərinin əksəriyyətində ümumiyyətlə Avropa ölkələrini çox gözəl bilirik ki, hər onların tətilində, hər məzuniyyətində övladlarından qısa da olsa bir tətilə çıxırlar. Bu bayaq dediyimiz kimi onlar üçün bir lüks deyil, artıq bir ehtiyacdır. Və dövlət məktəblərində də təbii ki, indi imkanlı ailələr var, nisbətən imkanı bir balaca aşağı olan ailələr var və dövlət məktəbdə müəyyən qədər subsidiyalar bu ailələrə ayırır ki, hər il yayda bir həftəlik 10 günlük o ailələrdə onların övladları istirahət etsin ki, geri məktəbə qaydanda, yay təəssüratlarından danışanda digər uşaqların yanında onlar kəlmə başı aşağı çox da yaxşı çıxmır, yəni bir balaca məyus şəkildə, pərt şəkildə qalmasınlar və məktəbdə də öz təəssüratlarını bölüşsünlər. Var elə ailələr, mənim hal-hazırda pasiyentlərim arasında da var ki, hansı ki digər ölkələrdə yaşayırlar və biz onlarla onlayn seanslar keçirik və hər yay, qış, yeni il dönəmlərində bura gəlirlər və orada olan təəssüratları mənə danışırlar, keçdiyi məktəb dönəmlərini. Buradakiları da gedib mütləq Gedib orada dostlarına danışırlar və inanın daha sağlam, daha gözəl, daha ünsiyyətcil, çox sərbəst ünsiyyət qurmağı bacaran bir hal-hazırda uşaqlıq dönəmindədir və yeniyetməliyə addımlayır. Daha bir sərbəst bir uşaq görürəm qarşımda. Bəli, tam oturuşmuş. Çünki bir psixoloq olaraq bildirim ki, mənim onlarla ünsiyyətim daha gözəl tutmuş olur. Düzdür, hər kəslə gözəldir zaten, amma baxıram ki, mən onlardan çox şey öyrənirəm. Mənim getmədiyim ölkələr haqqında, mənim məlumatım olmadığı məlumatlar haqqında. Hətta maraq yaranır, siz də səyahət etmək istəyirsiniz. Bəli, həm maraq yaranır, səyahət etmək istəyirəm, həm də o uşaq mənə, dünya görüşü mənə çox maraqlı gəlir. Özlüyümdə də düşünürəm ki, məsələn, mən onun yaşında daha az bilgili idim. Demək ki, bu gələcəkdə daha çox bilgili olacaq. Yəni bunu belə özümdə görürəm uşaqla söhbət zamanı. Digər bir məsələ isə biz bütün insanlardan fərq etməz. İş yoldaşlarımız, dostlarımız, ailə üzvlərimiz özəl həyatımıza bir sayğı tələb edirik, bir hörmət tələb edirik və yeniyetməlik dövründə də bunun başlanğıcı qoyulur. Bayaq dediniz, mənə gəlir ki, adi otağın qapısını döymədən girmək belə, bu artıq sayğının bir balaca azalması deyim də və yaxud da sayğının nisbətən olmaması deyim. Bəs yeniyetmələrin özəl həyatına hörmətin sərhədi necə olmalıdır ki, yəni incə bir xətt var da nəzarətlə, qayda ilə hörmət arasında?
Birinci onun elə özəl alanlarına, yəni özəl məkanlarına girərkən icazə almaqdır. Təbii olaraq bu o demək deyil, övladı öz başına buraxmaq. Yox. Girərkən icazə almaq. Necə ki biz tələb eləyirik. Bəli, Məsələn, indi icazə özündə al. belə uşağınıza deyirik ki, qapını döy, sonra otağa Bəli. daxil ol. İkinci, onun dostları ilə münasibətlərində, dostları ilə telefon danışıqlarında, telefonla danışarkən səssiz bir mühit yaratmaq, oradan ona fikir bildirməmək. Görürəm mən bəzi valideynlər arasında dəhlizdə qarşılaşdığım zaman, məsələn, yeniyetmə telefonla danışır, amma valideyn deyir ki, sən bunu denən, sən bunu denən, sən bunu elə. Bu fikri bildirməməlidir. Onun dostları ilə mühitində ona, məsələn, dostları evinə gəlib, şahidiyəm ki, yəni uşaq mənə bildirir ki, anam gəlib bizlə oturmuşdu. Oğlanlardı, qızlardı, gəlib dostlarım, ad günü keçirdirik, mənim ad günümdür. Anam bizlə oturmuşdu və mən gördüm ki, mənim dostlarım çox sıxıldı və bizim evi tərk etməyə başladılar. Bu kimi alanlara, yəni məkanlara hörmət qoyulmasıdır və onu təhqir etmədən onunla ünsiyyətdir ki, bu da onun özünə olan hörmətini göstərmiş olur ki, yəni mən sənə hörmət edirəm. Çünki bəzi hallarda bununla rastlaşırıq ki, valideyn övladıyla ünsiyyətdə təhqir edici sözlərdən istifadə etdiyi üçün artıq valideyn də o cavabı alır. Təhqir cavabını. Eyni qaydada ona geri ona dönüş olur. qaytarmış olur. Deyirlər ki, yeniyetməlik dövrü sadəcə xasiyyət deyil, həm də böyük bioloji bir fırtınadır. Bu fırtınanın adı da əlbəttə ki, hormonlardır. Onlar övladınızın əhvalını bir saniyədə göylərə qaldırıb, növbəti saniyədə yerə çırpa bilər. Bəs valideynlər bu hormonal rəqslərə belə deyim, necə dözməlidir, onları necə idarə etmək olar? Hər birinə birazdan aydınlıq gətirəcəyik. Gəlin birlikdə sual-cavab rubrikamızı dinləyək, daha sonra efrimizə qaldığımız yerdən davam edək. İmmunosupressant dərmanlar insan orqanizminə necə təsir göstərir? İmmunosupressantlar immun sisteminin fəaliyyətini zəiflədən dərman preparatlarıdır. Bu preparatlar əsasən orqan transplantasiyasından sonra orqanizmin köçürülmüş orqanı rədd etməsinin qarşısını almaq və bəzi autoimmun xəstəliklərin müalicəsi üçün istifadə olunur. Lakin immun sisteminin zəifləməsi nəticəsində orqanizmin infeksiyalara qarşı müqaviməti azalır və bəzi hallarda əlavə yan təsirlər yarana bilər. Buna görə immunosupressant dərmanlar yalnız həkim nəzarəti altında istifadə edilməlidir. Sağlam səhər. Sizin sağlam seçiminiz. Sponsor Başa Sığorta. Verilişimizin sonuncu hissəsinə keçid alırıq dostlar və bu hissədə sizin də suallarınız bizim üçün olduqca önəmlidir. Odur ki, siz də vaxt itirmədən suallarınızı yazıb bizim WhatsApp nömrəmizə göndərə bilərsiniz. Aytəki xanım sizin suallarınızın hər birini cavablandıracaq. Aytəki xanım, nə qədər belə deyim, hörmətdən danışdıq, qaydalardan, qanunlardan, ünsiyyətdən, yanaşmadan, amma aqressiv davranışlar da təbii ki, qaçılmazdır yeniyetmələrdə. Və aqressiv davranış zamanı həm valideyn, həm də təbii ki, bu yeniyetmə şagird olduğu üçün müəllim ona necə reaksiya verməlidir? Birinci anlayışla qarşılamalıdır, sərt reaksiya verməməlidir, təhdidlər olunmamalıdır. Məsələn, biz qarşılaşırıq, səni direktorun yanına aparacağam, sənin artıq məktəbdə son günlərindir, bu kimi təhdid edici sözlərdən və ya davranışlardan istifadə olunmamalıdır. Və valideynlə əksinə müəllimə, yəni müəllim birlikdə artıq dialoqa keçməlidirlər bu zaman. Artıq dialoq zamanı ortaya məsələ qoyulub onun hər yolu tapılmalıdır. Buna çox sevinirəm ki, son zamanlarda, yəni məktəblərdəki psixoloqlar da qarışırlar bu işə. Həqiqətən şahidiyəm ki, yəni onlar da bu işə qarışır, uşaqlarla söhbətlər edir, təlimatlar aparırlar. Yəni psixoloqa yönləndirilməlidir və müəllimlə valideynin gizlin bir dialoqu olmalıdır ki, biz uşaq üçün nə edə bilərik? Ən gözəl seçim, hətta mümkün qədər direktor da valideynlərlə görüşməlidir, müəllimə ilə görüşməlidir. Yəni cəzadan, təhdiddən çox anlayışla qarşılamaq və bu problemin kökünü, səbəbini
səbəbini axtarmaq lazımdır ki, uşaq niyə belə edir? Yeniyetmə niyə belə edir? Mütləq ki, bunun bir səbəbi var. İnanın, səbəbsiz bir şey yoxdur. Motivasiyasını ümumiyyətlə necə qaldırmaq olar yeniyetmələrin? Bəli, Tez ölür də, çünki alınmadı motivasiya ölür yeniyetmələrdə adətən. Bunun üçün müəyyən sözlər var ki, onlardan daim valideynlərin istifadə etməsi çox önəmlidir. Sən bacararsan, mən sənə inanıram, bu son deyil. Eyb yoxdur. Burada müəyyən addımlarda sən müəyyən şeyləri səhv etdiyin üçün belə alındı. Gəl bu dəfə birlikdə edək və artıq mən inanıram ki, sən bu dəfə bacaracaqsan. Ümumən mənə görə sən həmişə bacarırsan. Həyatda da alınmadı, məndə də alınmayıb, yenə özündən misal. Və bu kimi motivasiya verici sözlərdən istifadə edilməsi daha məqsədə uyğundur. Suallarınızı yazın dostlar. Son dəqiqələrimizdir və bu sualların daha doğrusu hər birini Aytəkin xanım cavablandıracaq. Əgər bir yeniyetmədə həqiqən məsuliyyətsiz davranışlar təkrarlanırsa, o zaman valideyn nə etməlidir? Məsuliyyətsiz davranışların kökünü tapmalıdır valideyn. Birinci, valideyn özünə baxmalıdır. Yəni necə? Valideynlər var ki, deyir ki, sən telefonla çox oynayırsan, amma valideyn evdə bekar olduğu dövrdə bütün günü telefonla oynayır. Amma ondan məsuliyyət tələb edir. Yəni valideyn burada məhdudlaşdırıcı davranışlarını uşaqda özündə də məhdudlaşdırılmalıdır. Və görmək istədiyini göstərməlidir. Bəli. İkinci fakt olaraq valideyn öz xarakter tipinə baxmalıdır. Necədir? Yəni çoxmu anlayışlıdır, çoxmu sərbəst böyüdür, çoxmu qadağalar qoyur, avtoritardırmı, demokratikdirmi, necə bir ailə tipidir? Özü üçün də və evdəki digər valideyn üçün də bu keçərlidir. Yəni birinci bunları araşdırılmalıdır. Ondan sonra artıq bunlar hər şey qaydasındadırsa, bunları düzəldibsə, o zaman uşaqdan məsuliyyət tələb edərkən sən bunu niyə belə edirsən sualını verməlidir. Niyə belə etdin, sən məsuliyyətsizsən, kimi yox. Niyə belə edirsən, səbəbi nədir? Bunun izahatını mənə ver. Bəlkə nəsə bir bizim sənin üçün etmək nəyisə etməyimizi istəyirsən, nəyisə etsək sən daha yaxşı davranarsan. Bax, sənin bu səhvlərin var, görürük, amma bəlkə bizim də səhvlərimiz var. Bunları bizə bildir, biz düzəldək. Bəlkə sən yəni biz səhv edirik deyə sən də həyatda səhvlərə yol verirsən. Yenə də valideyn çalışmalıdır dialoq zamanı tək uşağı səhv çıxartmasın. Çünki özünü də səhv çıxartdığı zaman və artıq bildirdiyi zaman ki, eyb yoxdur, bu belədir, bunu birlikdə həll edərik. Uşaq daha sərbəst olur və ünsiyyətdə daha sərbəst inamı yarandığı üçün, etimad yarandığı üçün hər şey daha gözəl etiraf etmiş olur və həqiqətən mən şahidiyəm ki, bir psixoloq kimi özü öz səhvlərinin üzərində uşaq artıq özü işləyir. Aytəkin xanım, çox təşəkkür edirəm. Biz verilişimizin artıq sonlarına gəlib çatdıq. Valideynlər üçün yeniyetməlik dövrü həqiqətən də bir qaranlıq tunel kimi görünür. Bacardığımız qədər efirimiz ərzində bu tunelin çıxış yolunda o işığı görə bilməyinizə çalışdıq dostlar. Aytəkin xanım məsələ tövsiyələrini verdi. Yenə də istərdim ki, son bir məsləhət olaraq bəlkə bir sehirli cümlə deyəsiniz ki, yeniyetmə övladı olan valideynlər bugün evə gedəndə, yəni o xatırlatmanı, o sehirli cümləni yadlarına salsınlar. Birinci, ünsiyyətini artırsınlar, xahiş edirəm. İkinci, uşaqlarla zaman keçirməyi artırsınlar. Və üçüncü, əsas sevgini göstərsinlər. Bunu bəzən valideynlərdə səhv olur ki, dillə göstərib əməldə etmirlər. Bəzən əməldə göstərib dildə demirlər. Çünki uşaqlar fərqlidir. Bəzi uşaqlar bunu dildə tələb edir. Bəzi uşaqlarsa deyir ki, anam dildə çox deyir, amma atam dildə çox deyir, amma əməldə etmirlər. Yəni həm əməldə, həm də sevgini dildə çox göstərmiş olurlar. Ünsiyyət zamanı çox göstərmiş olsunlar.
Çox təşəkkür edirəm Aytəki xanım bir daha. Albert Einstein deyirdi ki, məntiq sizi A nöqtəsindən B nöqtəsinə aparar, təxəyyül və sevgi isə hər yerə. Yeniyetməlik dövründə bəzən doğrudan da məntiq işləməyə bilər, amma Aytəki xanımın da dediyi kimi sevgi, diqqət hər zaman qalib gəlir və biz bu gün elə o sevginin dili ilə danışmağa çalışdıq. Bizi dinlədiyiniz üçün hər birinizə təşəkkür edirik dostlar. Sevgi demişkən biz çalışdığımız müəssisəyə də hər zaman sevgi ilə bağlı oluruq. Çünki günümüzün çox hissəsini orada keçiririk və bəlli bir yaşdan sonra da hər zaman stabil bir işimizin olmasını istəyirik. Və son zamanlar çox fikir verirsinizsə, daha doğrusu bir çox şirkət artıq işçilərinə tibbi sığorta təqdim edir. Əslində bu sadəcə əlavə üstünlük deyil, insan üçün böyük rahatlıqdır. Bilirsən ki, nəsə olsa tibbi xərclərlə sən tək başına qalmayacaqsan. Elə buna görə də insanlar məhz iş seçərkən buna ciddi şəkildə fikir verirlər. Statistikaya görə işçilərin 87% işə qəbul zamanı tibbi sığortanı önəmli hesab edir. Hətta daha bir maraqlı məqam da odur ki, 56% insan da məhz tibbi sığortaya görə hazırki işində qalır. Yəni bu artıq təkcə bir işçi üçün yox, şirkət üçün də vacibdir. Daha bağlı komanda, daha stabil iş mühitini kim istəməz ki, dostlar? Ona görə də siz də yararlanmaq istəyirsinizsə bu faydalı təkliflərdən Paşa Sığorta ilə əlaqə saxlayan bu cür sığorta həlləri ilə uzun müddətli stabil bir komanda əldə edə biləcəksiniz. Sizə də maraqlıdırsa Paşa Sığortadan sizin biznesinizə özəl təkliflər barədə əlaqə telefonu 010 239 79 37 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Bizdən bugünlük və bu həftəlik bu qədər dostlar. Özünüzdən müğayət olun. Həftənin bazar ertəsi yenə də eyni vaxtda eşidiləcək. Diqqətiniz bizdə olsun. Gəlin birlikdə sağlam xəbərləri dinləyin.